Siz deyir, əgər cəhənnəmin nə qədər ağır lazımlı bir şey olduğunu bilsəydiniz, az gülər, çox ağlardınız, az yatar, çox təəccüblərə qalardınız. Amma biz 2 dəqiqə namaz, Allah affələsin, öz nəfsimə başda deyirəm, 1 dəqiqə kitab, 4 saat TikTok, Instagram, Telegram, sosial şəbəkə, canımız sıxır 2 səhifə kitab oxu deyəndə. Allahın kitablarından bir dənə ayədən danışanda canımız sıxır. Elə bil ki, əstəğfurullah bizi tokla vurdular. Bu həqiqətən qəflətin ən ağır əsrində yaşayırıq abi. Mən haşa nəfsimə bəraət qazandırmıram. Ən azından o deyirəm ki, elhamdülillah Rəbbimin qatına çıxıb deyəndə deyə bilim, ya Rabbim, ən azından tələbəlik həyatımda 10 dəfə bir kitab oxumuşam, 5 dəfə bunu oxumuşam. Heç olmazsa bunu deməyə üzüm var əzizlərim. Ha, qəbul olub olmayıb bilmirəm, Allah qəbul etsin. İnşallah ki, ixlasla oxumuşumdur. Amma əzizlərim, bu gün də bu boyda işin arasında maksimum heç olmasa günlük rutinlərimi qəbul etməyə çalışıram. Dərman kimi.